Bu günlərin bizim çox maraqlı qonaqlarımız var. Peşəkar kickboksing üzrə dünya çempionu Pərviz Abdullayev, Kobra və rapper Promete. Tamamilə başqa-başqa fərqli belə insanlardır. Biri musiqi istiqamətində, biri maşallah peşəkar idman istiqamətində. Amma hər halda indi adamın əlində bir ortaq cəhətlər də var. Amma bir məqam mənə çox maraqlıdır. Pərviz, söhbət nədən gedir? Görmüşük yine Van Dam'ın o qəşəng belə zərbələri, Bruce Lee'nin zərbələri. Bax, onlar ki, burada fırlanıb belə zərbə indirirlər ayaqdan. Razılıq, dönərək zərbə ayaqla. Elə vurasan ki, papağının beyzbolkanın o dimdiyi fırlansın bu tərəfə. Elə burada. Hələ burada, dünya çempionsudur. Mən heç... Problem yoxdur. Olar. Olar, nə olur? Bir dəfədən. Bir dəfəyə. Bir dəfəyə. Bax, ehtiyatlı olanma, yaxşı. Sən ehtiyatlı olan, mən bir şey. Gəl belə eləyək. Yox, mən hər halda, baxma, canlı efirdir. Gəl belə, biz getməyinə başlamağına başlayırıq. Biz artıq veriliş başlayanda dəqiq biləcəyik ki, bu alındı ya yox. Mən hazıram. Hazırsan, və salam. Biz də getdik. Axşamınız xeyirli olsun, hörmətli xanımlar və canlar və qarşılayın. Şovumuzda başçısı İlqar Mikayıloğlu. Olsa sənə elə gəlmir ki, bu yeganə gündür ki, mən deyə bilərəm ki, biz həmrəngik. Həmrəngik? Hə, bu hər halda baxmadı, indi biraz nə? Əsas o da həm xasiyyət olaq, amma inşallah 8 gündən sonra səfərləməmsə, həmrəy olacaq. Həmrəy olacaq, həmrəy. Amma həm xasiyyətə qalanda mənə elə gəlir ki, sən həm mən xasiyyət olsun daha yaxşı olar. İnşallah ona da vaxt lazımdır, kifayət qədər təcrübə lazımdır, o da olacaq. Yaşa. Öz üzərində işləyirəm. Bəli, yaşa gidan ona görə də problem deyil. DJ Mehraç, Jose Bernardo və İlqarla xeyrə qarşı olsun. Başlayır, hər vaxtınız xeyir, gecəniz xeyrə qarşı olsun. Və bu günlərin bizim həqiqətən çox maraqlı qonaqlarımız var. Bir-birlərindən tamamilə həqiqətən fərqli insanlardır ya. Ayrı-ayrılıqdan maraqlı insanlar. Ayrı-ayrılıqda həqiqətən çox maraqlı insanlardır. Maraqlıdır ki, onlar bir yerdə olanda nə baş verəcək? Belə onların bir yerdə hansı məqamları var? Var. Digər hansıdır, o barədə mütləq bu gündən danışırıq. Hələlik isə bu günlərim günün çox maraqlı bir fotosu var ki, onu göstərmək istəyirəm və bu günlərimdə danışmaq istəmirəm. Ən sadəsi dünən kimi o qədər danışırlar ki, mən ümumiyyətlə bu danışmaq istəmirəm. Artıq hər şey danışırlar. Bəli, amma günümüzün belə maraqlı bir fotosu var. Başa düşdünüz. Başa düşmədiniz, baxın başa düşəcəksiniz. Mən öz fikrimi deyim də, ən azından. Sən deyil. Hər qaranlıq, zülmət bir qaranlığın mütləq bir aydınlıq işığı var. Özü mağazı bir sənədə, hər dəfə o belə şəkilləri mən baxanda o deyirlər, o klinika ölüm keçirmiş ya nəsə. Ay, mən qaranlıq bir yerdən gedirdim, qabağıma bir işıq gəldi. Kimsə mənə gəl deyirdi, gəl. O gəl deyən kimdir, onu heç kim bilmir herhalde. Yox, o 100% o gəl deyən çox pis adamdır ki, bunu ölümə apar. Sonra deyir ki, kənardan bir dənə qeybdən səs gəldi ki, qayıt. Biri deyir gəl, biri deyir qayıt. Ona görə də biz hələ ki qayıdırıq bu tərəfə. Bu tərəfdə oturuq və qayıdırıq öz qonaqlarımızın yanına. Çünki qonaqlarımız həqiqətən də maraqlı insanlardır və onlarla maraqlı söhbətlər eləmək olar. Niyə bu dəqiqə deyim? Biri peşəkar idmançıdır, biri peşəkar rapperdir. İkisi də peşəkardır. İkisi də peşəkardır. Amma biri rapperdir, biri idmançıdır. İki dənə peşəkar aparıcı kickboksör və idmançı. Nə olanda? İki dənə peşəkar aparıcı olanda ümumiyyətlə tamamlanır. Sən mənimlə Mehracı nəzərdə tutursan, yoxsa necə? Əlbəttə. Aydın məsələ. Mən də peşəkar DJ-yəm. Bax belə. Nəysə, mən qonaqlarımızı dəvət etmək istəyirəm, studiyamıza gəlsinlər. Peşəkar kickboksing qızla dünya çempionu Pərviz Abdullayev və peşəkar rapper Promete. Buyurun. Bax belə, Pərvizdən Mətə gəldi, hər vaxtınız xeyir, gecəniz xeyrə qarşı. Necəsiz? Sağ olun, sizin də gidəniz xeyrə qarşı. Yaxşıyıq, şükür, normal. Mən belə dərhal, niyə görə dərhal belə yaman belə diqqətli. Doğrudan papaq nə oldu? Hələ də düz qalıb papağı. Yox, gələndə, girəndə çevirdim də yəni. Düzəltdim. Mən çətinə saldı mənə orada biraz. Hə. Mənim üçün çətin idi. Amma ən əsası odur ki, sənə dəymədi.
baxır da. Burası asıl biraz değerli. Yüngül top. Küləyi dəyib, beləsinə açıb. İndi görə əsl zərbə dəysə. Hər halda hətta Pərvizin yüngülvarı zərbəsi belə sənə dəysəydi, 103-ə zəng eləməli idi bu 100%. Biz dostuq da, yəni o eləməz elə. Və dost olsa nə gün də lazımdır. O da var da elə şey. Pis günü yaratmayıb Hə də lazım. ona görə belə şey. Mən dərhal niyə görə məhz Pərvizin sifətinə diqqətlə baxdım. Ümumiyyətlə, əslində qalsa adamın idmançı dostu olanda adam özünü bir balcı belə qəşəng hiss edir. Mətə özü elə hiss eləmirsən. Üzünü görürəm ki, bütün günü məşq zallarında, Hollandiyada, nə bilim, Qəbələdə, bütün günü məşq eləyir. Paxıllıq edirsən, əla yerlərdədir. Yaxşı Niderland, Qəbələ. Sən harda olursan? Kitay. Bakıda. Bütün studiyada, bütün Bütün gün. gün studiyada. Maşallah gözləyməz, gəzir eləyir, ad qazanırsan, bayraq qaldırır. Sən nə edirsən? Mahnı yazırsan. Sıxdıq ağıllı başlayır. Mən gedim də. Yox, sən gedmə, sən burada ol gəl. Sən hər halda bir sual verməyəsəm, dərhal mən istəyirəm o sualı verim. Yeməklə aranız necədir? Qalxlandırım. Mən Pərvizin yerinə cavab verim. O da mənim yerimə cavab yaxşı. versin. Pərviz hər döyüşdən qabaq hardasa bir 7-12 kilo arası atır. 8 Yəni Şəkidən gedir. Bəli. Yəni hər dəfə döyüşdən gələndən sonra çox özünü belə bizim loru dildə desək buraxır və başlayır yeməyə. 12 kiloya yaxın çəki alır. Nə qədər olur ki 12 kilonu sən məhv eləyirsən? 20 günə, maksimum 25 gün. Çəkin nə qədər olur? Belə deyək də, uşaqlara deyirəm, hər şeydən, yarışdan sonra deyirəm ki, fisiyo da, bundan sonra yeməyəcəm. Bir də baxırsan ki, çəki qalxdı, 84, 85, olmalıyam 72. 72. Aha, döyüş 12 kilo, 13 kilo belə. Bu dəfə lap ağır oldu bu yarışda, 12 kilo yarım. Çox əziyyət çəkdim. O sirri mütləq məni öyrətməlisən, mən bir veriliş boru soracağım. Bəs səndə vəziyyət necədir Mətə yeməklə? Belə baxıram pis döyüş. Ya yaxşıdır, amma ki, yəni Son vaxtlar qarnı çıxır biraz. yox, qarın çıxmağa icazə vermirik, amma ki studiya şəraitidir də, yəni mümkün qədər Fast food. fast fooddan yayınmağa çalışırıq, amma ki, yəni Yox, ötüşdürmək nə olur. olsa fast fooddan yayımlı Azərbaycanın o fast foodları var. Parça bozbaş, küftə bozbaş, düşbərə, xingal, xaş. Tamam başqa. Mən əbəs yerə bunların hamısını soruşmadım sizə. İş arasındadır ki, bizim balaca ekspertlərimiz var. Şokolad rubrikasında və onların bugün yeməklə bağlı çox maraqlı belə fikirləri var. Mən uşaqlardan onu gözləməzdim. Buyurun baxaq. Sən bizim uşaqların arasında ən köküsən. Xeyr, ən arahıyam. Ən araham mən. Dəqiq. Dəqiq. Mən belə başa düşdüm ki, sənin yeməklə heç aran yoxdur. Niyə yoxdur, o qədər də var ki? Bu ikimizin də 40 ayaq üstə çıxır, ona görə deyirəm. Nə bilim, mən özüm arıqam da. Mən də arğam. Siz maşallah köksüz. Kürəyimi qarşı gözləyəməsin. Ən xoşladığın yemək hansıdır? Nə xoş deyirsən yeməyi? Ən doğrusu plovdur. Aş. Ətli aş. Səbzi, Yox, aş, ətli. səbzi plov. Aş, ətli. Mənə de görüm ən çox bax nə yemək istəyirsən bu dəqiqə. Sifariş eləyə gəlsin. Cic mağul. Mənə yeməkləri nənəm pişirir, məni kökəldir çox. Kökəldir, amma yaxşı eləyir kökəldir. Nə xoş deyirsən yeməyə? Süp. Bəs ən çox hansı yeməyi xoş deyirsən? Toyu xoşlayıram, qəşəng su ilə, kartofla. Bir dəqiqə, şirniyyat adamı kökəldir, ona görə də olmaz. Nəyi qabağa qoysalar durmadan yeyərsən belə, dayanmadan belə aşırdarsan. Lobyalı aş. Ac qalanda nə edirsən? Aç qaranda mənim bilmir. Ən xoşladığın yemək hansıdır? Ən xoşladığım yemək sosiskalı pizza, kalbasalı pizza. Toyuğu yeyəndə onun dadı damağımdan keçmir. Son bax heç kim yoxdur evdə, yemək də yoxdur. Evdə təksən. Bu məsələn üçün çəkilişlər zatları gedəndə orada yemək yoxdur. Əgər yemək yeməyəndə qarnım ağrıyır. Mama necə yeməklə arası pişirmək və s. və ilaxır. Mamam tənbəldir, yemək pişirmir. Bütün günü WhatsApp-da oturub belə. Bütün günü yazışır. Baxmırlar sənə. Bax.
baxırlar. Yemək yoxdur, yemək. Deməli baxmırlar da. Baxırlar, prosta yemək yoxdur. Ac qalanda nə edirsən, yaxşı? Ac qalanda xalacinikdə nə qalıb onu yeyir. Ac qalanda nə edirsən? Deyirəm. Hansı yeməkdən heç xoşun gəlmir? Kələm dolması. Xoşuma gəlir, içi xoşuma gəlir. Kələmi boğazımda ilişir. Yediyim toyuğun da dadı gedir. Meyvə xoşlayırsan? Hə. Amma deyim hansı meyvələr vitamin sadır. Deməli, alma vitaminlidir. Alma vitamini, Banan da. banan vitamini, Sonra nar, qanlı. nar vitamini. Bəli. O həm qanı eləyir. Eləyir. Bəli. Bir də Mən vişnə vitamini. Yaxşı. Bəs kartof vitamini necə xoşva gəlir? yox, ondan vitamin olmaz. Hansı yeməkdən heç xoşun gəlmir? Hətta belə ac qalsan da onu yeməzsən qətiyyən. Lobiya boş. Lobiya və borş. Bəli. Və necə olur ki, sən lobiyalı aşı xoşlayırsan, amma lobiyadan xoşun gəlmir. Bəli, xoşum gəlmir. Amma lobiyalı aşı xoşlayıram. Xoşlamadığım yemək yoxdur. Xaş necə? Xoşlamadığım yemək yoxdur. Xaş necə? Xaş. Haşlamadığım. Ac qalanda qışqırırsan nədənin üstünə? Yox. Bəs nə bilirlər ki, açsan? Qışqıram. Sənə bir dənə şokolad verim, qəşəng. Buyur. Buyur. Buyur sənə bir dənə şokolad. Mən sənə sənin xoşladığın bir dənə şokoladdan verim. Nuş olsun. Buyur. Çox sağ olun. Nuş olsun. Onda gəl mən sənə bir şokolad verim, bunu özün ye. Yeri gəlmişəm bizim ikinci deyəndə, yəni ondan sonra da Məliyə ki, ondan sonra çempion olmağa razı olarsa hər halda. Bizim bir çempionumuz da var. Söhbət təbii ki, Pərviz Abdullayevdən gedir. Pərvizin dərsinə qalsa işə heç rahat deyildi. Niyə görə? Pərviz deməli peşəkar kickboksingdə də adamları döyməkdən yoruldu. Onlar döyülməkdən yorulmadılar. 5 dəfə kickboksing üzrə dünya çempionu oldu peşəkar liqada. Və artıq kickboksingin Glory deyilən bir turniri var səhv eləmirəmsə. Versiya, bir federasiyada dünyanın ən böyük peşəkar kickboksun elə bir zirvəsidir də. Necə boksda WBC, IBF federasiyaları varsa, kickboksda da, peşəkar kickboksda Glory. Yəni, hal-hazırda ən yüksək zirvədir və ilk Azərbaycan olaraq da orada iştirak elədim və qələbə qazandıq bu döyüşdə. Orada da hamı tutun, döydün. Və buradakı döyüş Mərakeş əsilli Holland idmançısı ilə idi, Amsterdamdan idi, yerli idmançısı idi. Yarış dekabr ayının 4-də Hollandiyanın Amsterdam şəhərində başladı, Amsterdam Ray Arenada. Və mən bu yarışa, düzün desəm, Hollandiyada hazırlaşmalıydım, orada dəvət almışdım. Orada mən Super Pro klubunda məşqlərimi edirəm, lakin burada məşq eləməyi qərar aldıq və elə ay yarım idi ki, artıq mən burada hazırlaşdım. Öz şəxsi məşqlərim Mehman Umudov, yəni şəxsi məşqim və eləcə də ikiqat dünya çempionu Fövqəladə Hallar Naziri Polkovnik Füzuli Musayevlə bu yarışa hazırlaşdıq və bu yarış həqiqətən də mənim üçün çox önəmli idi. Burada qələbə qazanmaq lazım idi. Boks səhətdən də burada Nəsim Aydınovun da dəstəkləri vardı mənə həqiqətən də. Və biz bu yarışa tam hazırlaşandan sonra artıq mən 2 həftə öncə yola düşdüm bu yarışa, 25-də Hollandiyaya getdim və orada da davam elədim məşqlərimi. Və dekabr ayının 3-ü çəki, əsas məsələ çəki idi. İnanın ki, həqiqətən çox ağır idi. Yəni, çəki salmaq döyüşdən öncə çəki daha çox mənə yorurdu ki, döyüş ya da düşmürdü orada. Yəni, dic bir çəkiyə çıxım. Ondan sonra döyüşü fikirləşərəm. Belə bir şey idi. Və çıxdın, gördük ki, 72 var. Rovno 72, amma elə bir şey, bir gün qabaq 3 kilo artıqla məşqə girdim. Hələ bir gün qabaq. Sən bir günə 3 kilo arıqlamısan? Bir gün yox, 2 saata bir məşqə. 2 saata? Haşiyə eləyim. Yəni, deməli,
getməyinə bir həftə qalmışdı, yox, 10 gün qalmışdı. Biz 10 gün, çarx çəkirdik, onun üçün video çarx, hansı ki, şəhərdə bu monitorlarda gedəcəkdi. Bu arada, yəni, mənim Pərvizlə tanışlığımın ümumiyyətlə necə əmələ gəlməsini deyim. Deyirəm, onu hələ soruşacağım mən. Deməli, onun əmsi oğlu var. Yəni, çox arıq oğlandı, Faiq Abdullah. Menecerimdən də, menecerdir. Yəni, ümumi təşkilatı bütün məsələlərlə o məşğul olur və PR məsələləri ilə filan. Faiq dedi ki, bəlkə belə bir çarx çəkək və oturduq, Füzuli müəllim idi, Pərviz idi. Mən axşam Pərvizlə görüşdük ki, sabah çəkirik çarxı. Pərviz böyle normal vəziyyətdə, axşam heç yorğun görünmür. Səhər mən gəldik o Pərvizin öz zalına, baxıram ki, Hanı? Pərviz Hanı. Pərviz gəlməyəcək, buyur. Yəni, o vəziyyətdə də, yəni çox halsız, necə deyim, 3 kiloya 4 kilo itirmiş vəziyyətdə. Məşqdən gəlmişdir. Bunu mütləq mən, bu sirri mütləq mən səndən alacağım. Amma hər halda Prometeyin də bir ifası var ki, mən istəyirəm ki, həmin o ifanı bir dənə siftəsin eli. Mikrofonumuz hanı? Səndədir. Belə. Sənin ifan ondan sonra fantastikadır. Artıq məhz həqiqətən də 2 saatda 3 kilo necə arıqlamaq olar. O sirri açacaq birazdan Pərviz. Getdik. Hər bir sətir üçün səbəb var. Sən səbəbkar, mən hadisə. Səhrada rast gəldim o əzizə. Narazı olanda verərəm canımı. Tək ruhum hiss etsin ki, sən razısan. Sən olsan mənim ürək paramsan. Mən yaralı, sən ən dərin yaramsan. Tapmadım ətrini mən heç kimdə. Nə qədər varamsa sən varımsan. Sən yarımsan, həyat yoldaşım. Həm sağımda, həm soldaşım. Artıq sözlər oyunu tərk edir. Gəl görək notlar nə danışır. Keçmişə düzülür sənin gözəlin günü-gündən artır. Mənim ayaqlarım yerdən üzülür. Düzümü qəribə hadisələr olur. Xoşa gəlməz hər şey tez unudulur. Bizim üfüqlərdə günəş batmır. Sadəcə arada bulud olur. Nə qədər diyan var idi unut onu. Biz ayrılırdıq, biz birləşirdik. Kimsə bilmir nəyin necə olursan o alın yazımızı birgə dəyişdirdik. Dama-dama göl olur iki adamdan ev. Sevgi nələr qazandırmır. Boynumu qucaqla dodağımdan öp. Dinlə notlarla qazandığımı. Məqamında və yenə Promete, buyur əyləş. 100% mənim özümə də Pərviz, aç sirləri. 2 saatda 3 kilo. Deyir, onu deyirdim axı. 2 saatda 3 kilo. Adam var ki, bir aya 3 kilonu ata bilmir. Misal üçün adam var. Mən 4 kilo da atmışam. 3-dən başlayaq. Bir yarışımdan öncə Rumıniya yarışıydı. Bu yarışdan öncə bir başqa yarışdaydım. 77 kilo gəldim, gecədə, səhər olmalıyam 73 kilo.
Səhər elə bir şey olmalı getmişik, artıq gec idi də məşq eləmədə. Yatdım, durdum səhər-səhər. Tezdən durmuşam 77 kilo, 4 kilo harda burada. 1 saat yarımda, yox 2 saatda vaxt veriblər ki, yəni çəkin salmaqla. Heç nə başladıq məşq. Abi başa salda nə etməliydi? Bir digiləndə ağır bir buxar şey. otağına girmir də, yəni Ağır bir ancaq şey. məşq edir. nə etmək lazımdır? Məşqlə bir də çörək yemək zad yemirdik. Yox, mən 2 saat nə edəyək ki, bizim yaxşı 3 kilo demirəm, heç olmasa 1 Ona kilo ancaq getsin. gərək-gərəsiz orada məşqdə zalda Mən sağ göstərərəm. qalmaq istəyirəm. O da var. Ona görə elə şey lazım deyil. Deməli hərəkət. Ancaq hərəkət. Yəni balonka, Durmadan. balonkanı geyinirdik. İyi məşq dayanmadan. Bir dənə belə bir Mazda var. Yəni bədənə sürtürsən, onu yeni kəşf eləmişik. Orada vəd edirlər. Yaxşı, onu da sonra mən verəmsə, o daha yaxşıdır. yandırır. Çox. İndi təsəvvür etsin də mən bu yarışa çıxmışam tərəziyə 72-200. 200 qram artığım gəlib deyir ki, hoşum düşdüm tərəzidən deyir ki, get o 200 qramı salarsan. Dedim, Yandır hə, dedim ha 200. Saçımı qırxım gələn bu dəqiqə. 200 qram oradadır. O da ola bilər də həqiqətən də. Hər şey baş verə bilər. İndi orada biraz bura Dırnaqlarımı tutum, saçımı qırxım. bu yarış elə bir yarış idi ki, həqiqətən də yəni çox yəni konkret idilər də. Hər bir şeydə konkret olmalıdır vaxtında. Əhsən, həqiqətən də. Vallahi ilk səhərsi günü Azərbaycanlı döyüş olaraq idi. Gloriya çıxasan belə şey özünü yandırasan ki, mən nəsə eləyim, əhsən. Və yerli həqiqətən də. idmançı qələbə qazanmaq çox böyük bir fəxr idi həqiqətən də. Olmalıdır da, başqa variant yoxdur. Amma indi indi həmişə bir qayda olaraq beləncə idmançılar gələndə mən müxtəlif belə yarış növləri fikirləşirəm ki, bu Pərvizin aydın məsələ ki, ringə çıxıb burada da təpiqləşmək mümkün deyil. İlk 2 saniyə sən sağ qalacaqsan, ondan sonrasını o da elə şübhə altındadır. O da şübhə altındadır ki, 2 saniyə qala bilərsə ya yox. Amma müəyyən oyunlar var ki, onları keçirmək istəyirəm. Söhbət nədən gedir? Söz deyirəm və həmin dediyim sözün müqabilində düşünmədən dərhal müxtəlif 3 sözü demək lazımdır. Sən şimdi qalaş. Hə, yox, Prometedən birinci başlayırıq təbii, ondan sonra yavaş-yavaş keçəcək Pərvizə. Mete, hazırsan. Buyurun. Sözlər səndədir. Sözlə oynayan adam. Sözlə oynayan adam. Getdik onda. Birinci söz, rap. Rapin qabağına 3 söz deməlisən. 1, hə. Nağılbaz, Sonra 2, Tupak. sonra host, əla. Diapazon 1, səs, 2, sinə, 3, boğaz, aha, qutab 1, yemək, 2, göy, 3, qarın, yaxşı, razıyam. Meyxana 1, aydın, 2, Ağa Səlim, 3, Ağa Mirzə, lap yaxşı. Şaftalı. Tüklü. Yox, qırxılmış var ya, tüklü şaftalı olur da. Hə. Şaftalı. Tüklü. sulu, 2, Adlı. Yeməli. şirin, şirin. Va belənçilər. Çox sadə bir variantı. İndi Pərviz sənə dedim də. keçiyor. Sənə çox yaxın olan bir bəlkə məqam o var. sözlərə təpik vursun. Yox, lazım deyil. O bir də gördük ki, o söz hardan çıxır? Mənim çənəmdən. Yox, Mənə təbii yuxarı harada deyək. Aydın məsələdir ki, çənəmə. Yumruq 1, Zərbə, 2, knockout, 3 durmadı. və salam. Əslində olan şeyləri deyir. Reallıqdan danışır. İkinci, təpi. 1, Razvorot, 2, uşira, 3. Durmadı. mavaşi, O da durmadı. Sonra indi biraz vəziyyəti gərginləşdirir. Qızılgül. sevgi, Aha, romantika, aha. ürək. Əhsən. Ay, Mete gördün. ağıllı başlı mən. Gördün Mete. Qardaş romantika. Sonra və yaxşı onu bir balaca yaxınlaşdıraq ona. Qaynana. Əsəb. Dəqiq sonuncu qərarında. Efirdən sonra həyat davam Yox, edir. ümumiyyətlə mən hamı üçün deyirəm də, özüm üçün Yox, demirəm mən də ki. cəmin deyim. Cəmi 2, deyirəm. 2 danışıq, 3 qeybət. və salam. Tam qaynana ilə həqiqətən uyğun olan məqamları deyir. O romantika məsələsi var idi, bax, Qızılgüldə şey deyim də. Mənim çox belə təəccüblü gəldi. Biz bir dəfə Şəkiyə gedirik, Faiq, Pərviz mən. Baxıram yolda bunlar 4 sətr şeir deyirlər. Ayda. Deyirəm ki, bu nə kimi şeir deyir, özümüzdən qoşuruq. Yəni bunun şeirini yazmaq, şeir Nəzərə alın, bu adam tarix fakültəsini bitirib. Onu da yaddan çıxarmaq lazım. Baş hərəki qalıb. Baxma, indi o bir də gördün yadına saldı elə şeylər Doğrudan danışır. ən əsas məqamlardan biri o vurğulanmalı, bəlkə də doğrudan vurğulanmalı məqamlardan biridir ki, idmançılarda adətən biz nə ilə rastlaşırıq? İntellekt zəifliyi ilə. Pərviz Bilirəm, ondan baxımdan xəbərim var. axsamış. Yeri gəlmişən, deməli, onu yaxşı. Deməli, Pərvizlə bağlı bir çox gözəl, bilməm, promo mahnı deyim ya, soundtrack mi deyim,
intro mahnısı. Intro çıxış mahnısı. mahnısı. Niyə o qısadır? Alim Qasımovun da orada səsi var idi. Sən də varsan. Çox gözəl belə əla minusovka deyirsiniz də ona da. Çox super minusovkası da var. Amma o yarımçıq kəsilir. Niyə? Yarımçıq kəsilmir əslində. Yarımçıq kəsilir. Yəni Bəlkə də o mənim elə bir döyüşə gəlməyim var. döyüşə gəlməyə ringə limiti qədər var. Ona görə Məsələn, bizə bu limit asılır. mahnını tam yaz, bir hissəsini ver Pərvizə ki, apar da. Olur, o da var. Manağızı bizə nədir hər Biraz yer? geç Ya da biraz geç çıx. Amma çox maraqlı. İnanırsınız, hər döyüşdən çıxanda Elə tərəddüd- yaxınlaşırlar mənə ki, bu mahnının adı nədir? İndi ingiliscə soruşurlar da, what's the song name? Deyirəm ki, bu var gücünlə vur. İndi başa salam verirəm. Məsələn, yazıram Şazam, deyirəm. şazam. Yazıb deyirəm. Şazam. Yox, əgər neçə dəfə olub? Rumuniyada da oldu, bu son yarışımda da oldu. Yaz. Həqiqətən də. Pərviz elə oradan çıxanda tələsir ki, Trekdir deyənə ona görə məsləhət görəməyəz. Nəysə, keçib bir dənə reklama, reklamlardan sonra səndə var. Pərvizə bir dənə beyzbolka verəcək. Səbəbini görəcəksiniz. Getdik. Uzmuşam, eyli. Bilirəm, o mən danışandan sonra dərhal, yox, sənə çörək yemək olmaz Pərviz. Sən çəkinə atmalısan yerdə. Yox, hələ yarış gözlənilmir də. Bilmək olmaz da. İndi Yüzə kimi qalxmaq olar. İndi baxma, indi yığır sonra birdən-birə atmaq çətin olur axı, o da var. Mən nə edirik? Mən həriyə alına bir dənə söz keçirdirəm bura. Hələ ki oxuma, hələ ki qoy qalıb. Və salam. Demək ki görmədin. Görmədim, yox. Həri? Yaxşı, hələ ki görməmizə. Evə qoy keçisindən monitoru keçirdəndən sonra Mətəyin gözləri artıq monitorda deyə dərhal baxmaq istəyir. Məsələn, mənə deyərsən. Xosə da əlləşir orada. Mən desəm, İşte vırsındır, problem yoxdur. baxmayaq Yox, da, dağılmır baxmayaq. Yaxşı, baxmır ki, baxmıyor da hər Kesin adam. olaq da qoy. Hələ oxudun, o qalsın öz yaddaşında. Mən indi sənin sözünü istəyirəm, bura keçirdim. Beyzbolka da döyülür. Vəssalam. Belənçinə. Sən onu nə edirsə elə söndür. Söndür onu nə edirsə elə. Variant yoxdur orada. Vəssalam. Vəssalam. Bu belə, bu kifayət. Mən çox xahiş edirəm ki, hələ ki monitora baxmayın. Və oyunun şikayəti çox sadədir. Deməli biz deyirik. Monitora baxma. Deməli, yox, monitora baxmam. Ümumi planda verin də, böyük planlarda verməyin onları. Deməli, bir-birimizə baxdınız, oxudunuz sözləri. Hər biriniz anlığınızdakı sözü tapmaq üçün iki tərəfə sual verməlisiniz. Misal üçün, sən bu sözü tapmaq üçün Pərvizə sual verirsən. Və Pərviz sənə yalnız hə və yox cavabı verə bilər. Okey. Aydın oldu. Okey. Buyur, başladın. Tərəvəzdir. Hə, yox. Yox, yox, aydın məsələdir ki, tərəvəz verir. Bu belə, sonra sual ver. Hə, Yeməkdir. yox, hə, yox. Sonra, Heyvan adıdır. Yox. yax, yax. Biraz yaxınlaşdın nədəsə. Nədə yaxınlaşdı ona? Sən haçan elə heyvan Heyvan görmüsən? deyildi, amma nəsə yaxınlaşdı. Yaxşı. Ay, Pərviz, hardan? Canlıdır. Hə, Bəli. hə, O mənada dedim də hə, mən. hə. O mənada dedim. Hə, o mənada hə, Hə, bravo. Canlıdır. Bitkidir. Qəti. Qəti, yox, yəni. Sən onu çətin taparsan. Fikirləş. Yox, tapa bilər əslində qalsa. Düzdür, hələ uzaqdadır, amma ki, fakt onu tapmaq imkanların var. Soruş, hə, Böcək falan. Vəbşi o ümumiyyətlə. deyil. Amma yox, indi mənim məntiqimdən hardasa böcəyə yaxındır. Elə. Hə, hardasa da. Hə də hə, o Uça bilir. baxımdan. o Uça bilir. Yox, Sürünür. yox. yox. Amma canlıdır. Amma canlıdır, hə, bax bunu tapmısan. Amma canlıdır. Getdik, hə. İnsandır. Hə, Bəli. hə, Bəli. hə. Peşə növüdür. Xeyr. Yox, Xeyr. yox, düşünüldü deyil. Get, hə, get. Harda ola bilər? Hə. Hardadır? Bax, misal üçün də, insan. Televiziya qəhrəmanlarındandır. Elə deyim də. Olar elə bir şey? Olar, amma sən onu... Hə, mən deməyim. Ha, komediya artisti falan belə. Artist deyil, yox. Artist deyil. Komediya əlaqəsi var da. Olar. Mən sənə, mən kömək edeyim. El. Fırıldaqçıdır o. Dəhşət. Yox. Hər də yox. Quluğu tapsın, mən sənə deyəcəm, gör nə qədər fırıldağı olub onun. Azərbaycandandır. Bəli. Hə, Bəli. dərhal. Fırılda. Sonra,
Sonra hə. Səhnə adamıdır. Yaxınlaşdın. Siyasətçidir. Yox, yox, Fırıldaqçıdır. yox, qətiyyən. Yox, sonra. Sonra. Yaxşı, bir balaca. Mən onu tanıyıram həyatda. Yox, belə televizordan da belə də hamı baxır. Kitabdan. Kitab da olar, hə. Kitabdan tanıyırsan sən. Kitabdan. Ha, Ha, hə. Kitablardan, Kitablardan hətta. kitablardan. Hə. Mən sənə bir balaca da kömək boyu Yaxşı. balacadır, böyükdür. Hə, Bəli, o başda hə, balacadır. hə. Ha, nağıl qəhrəmanıdır. Bəli, Fırıldaqçıdır, fırıldaqçı. Cırtdan. 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 Bravo. Uşaqları aldadıb onlara odun daşıdırdı, divallatdı. Divallahda. Hə, Fırıldaq. başında. Səhv tərəfə. İndi Məndən gəldik sonra sənə. İndi, hə, indi var, Mən yenə səndən cırtdanla vəziyyət yola çox maraqlı vermişəm. olacaq. Sən. Buyur, sualları başla Qardaş, verməyə. bu gün burdayıq. Canlıdır. Yox, Yox, hə. yox, canlı deyil. Hərçənd ki, niyə yox? Canlı deyil də, yox. Niyə canlıdır axı? Hə. Ümumilikdə canlıdır. Ha, ümumilikdə belə deyək, canlıdır da, hə, Ümumilikdə hə, canlıdır, hə. Televiziya qəhrəmanıdır. Bəzi məqamlarda olub. Bəzi məqamlarda olub, bəli, 30 durublar verilişlərdə onu. Sən bu rep məsələlərini hələlik qoy qırağa. Konkret olaraq Pərvizin suallarına yox. Yox, Yox. yox. Necə canlıdır? İnsan, canlı kimi heyvan, canlı. Bioloji canlıdır. bioloji canlı. Hə. Bioloji. Gəl, başla. Sual ver, sual ver. ver. Sualları ver, sən heç fikirləşmə. Sualları ver, soruş. Onu deyim ki, Soruş, bax, insandır. torpaqla birbaşa əlaqəsi var. Tələsmə. Ay, torpaqla hamımızın əlaqəsi var və olacaq da. İnsan deyil, soruş. Heyvan da heyvan deyil. Bitkili, Elə bitki dedim, deyil. hansı ilə bioloji canlı. Bitki deyil. Soruş. Bitkidir. Bitkidir. Aha, Bitkidir. yaxşı. Aha. İndi onu başlayırıq bölməyə müəyyən Hansı hissələrə. bitki növündəndir? Yox, yox məsələsi var. Yox məsələsi var burada, hə. Necə bitkidir? Yaxşı Yox, bitki. gəl başla yenə xırdalama. Ağacdır, Ağaçda, hə, yox, koldur, mən də demək istəyirəm də. sonra şitildir, canım sən sonra, sən hardan bilirsən şəhər uşağı sən də şey. Bioloji... Hə. Nə olar, ne bioloji? Bitki də artıq bilmişik. İndi başlayır bitkini xırdalamağa. Gül açı, nəsə elə bir şey. Gül açır, bəli. Bəli. Məqamında. Məqamında. Yəni, onun gülü heç kimə lazım deyil, amma gül açır. Ağac növüdür. Yox. Ağac növü Yox. deyil. Elə də fikirləşirsən ki, görmüsən Yox da, o ağacları. üzdən ağaca oxşur da. Harada görmüsən sən elə ağac? Elə ağaca oxşur da biraz. Sən ona fikir vermə. Bu adam ümumiyyətlə deyirsən Bakıda qırağa çıxmayıb. Mən çətin tapam onu. Yox, Yox, tapdın, sual verir ilklərindən. Gəl biraz da kömək. Bax, bitkini tapdıq. Tapdıq ki, ağac deyil. Aha. Yəni, bir dənə şey deyim, Azərbaycanda həm də insanlar ondan bir-birinə müraciət də eləyirlər. Nə deyirlər? Yaxşı, biraz da kömək edin. Yeməlidir. Yeməlidir, hə. Kartoşka. Yox, yaxınlaşırsan. Yaxınlaşıram. Hə, torpaq. Əla, yaxınlaşır. Biraz elə bir kartoşkanı böyüt. Biraz. Boranı. Boranı, hə, kartoşka. Gör bu. Oy. Dərhal tapdı da, həmin o variantdan dərhal tapdı. Nə istəyirsən? Və salam. Sən nə qədər fikirləşdin? Mən cürtdən, mən Sonra sən ki, sözlə işləyirəm mən. Bu da var da. çox sözlə işləyirəm. Onu halal tapdın. Amma eybi yox, problem yoxdur. Mənə gəlir ki, çətin sözlərdir, düzdür demək lazımdır. Hər halda oradan çıxa bilir. Pərviz, amma bir-iki məqamla bağladım, məhz həmin o yarışla bağlı. Mən nəyə dəqiqləşdirməsiəm? Niderlandda olanda bu, Azərbaycanlılar var idi, yox idi. Baxma, nədir o? Azərkeşlər tamam başqa belə ləzzətdir. Belə deyim ki, yəni mən çoxdan da Hollandiyaya gedib gəlirdim, yəni məşqləri orada eləyirdim. Həm də orada döyüşlərim olmuşdu. Artıq Azərbaycanlılar orada var idi mən dəstəkləməyə gələndə və mən bir şey deyim ki, mən artıq ona dahi deyirəm. Artıq 5-6 ildir ki, biz bir-birimizi tanıyırıq. Musa İsayevi qeyd eləyərdim ki, o mənim demək olar ki, hər bir yarışıma gəlib və mənim oradakı o da digər Azərbaycanla gəlmişdi ora və Azərbaycandan da, yəni buradan mənimlə bərabər məndən sonra, yəni ayın ikisində, yəni mənim həm əmmim oldu, həm menecerim dedim, Faiq Abdullayev, sonra köməkçi məşqçi Zaur Məhərrəmov, mənim dostumdur. Komanda gedib. Komanda, normal komanda gəlmişdim. Bizim Füzuli müəllim özü Füzuli Musayev şəxsən ayın ikisində gəlmişdi ora məni dəstək eləməyə və eləcə də bizim Azərbaycan Kickboks Federasiyasının prezidenti millət vəkili Adil müəllim Əliyev də, yəni orada şəxsən ayın ikisi, yox, Adil müəllim 4-ü gəldi artıq, 4-ü
Gəldi ki, satdırdım Düz özümü. döyüşün üstündə. Bəli, satdırdım özümü. Gəldi, görüşdük döyüşdən də qabaq. Sağ olsun. Burada məni dəstəkləyən hər bir kəsə öz minnətdarlığımı bildirirəm ki, yəni orada bir komanda şəklində biz hamımız deyərdim ki, orada həqiqətən komandaydıq və orada da yəni böyük bir rolu vardı deyərdim ki, Azərbaycanlıların orada yəni belə. Tək elə də olsun. Yəni, həqiqətən. Tək qalibiyyəti qalibiyyət sən elə Glory turnirində gözləyək. İnşallah yəni növbəti döyüş gözlənilir. Sən qalib gəl bizə ləzzət eləsin. Başqa bir vəziyyət. Bir rubrikada var ki, onu mən sizə bir dənə yoxlayaq. Deməli söhbət nədən gedir? Oyunumuz var bir dənə də. Deməli vəziyyəti təqdim belə bir vəziyyət təsəvvür edin. Çətinə salırsınız. Yox, əksinə. Pərviz satıcıdır. Aha. Abdullayev Pərviz satıcıdır. Hərşət Gücü Fövqəladə Hallar Nazirliyində işləyir, amma satıcıdır. Adi ağartı məhsulları satır, maşallah. Bankalarda gözəl beləşik məhsulları var. Küçək gəzir, satır. Və Mete də o dükanın yanından keçəndə bankanın birini sındırıb. Vəziyyət. Çönəndə ikisini üçün də sındırıb və bəlli olur ki, bir neçə banka qatığı vırıb sındırmısan. İndi sizin aranızda təbii ki, mübahisə gedir. Türkiyədə olmuşdu, o turisti döymüşdülər, elə bir şey olacaq. Yox, Allah saxlasın. Vəziyyətin yaxşı deyil. O sadəcə olaraq satıcıdır bu situasiyada, başqa işdir. Vəziyyət budur, situasiyamız budur, amma şərt nədir? Mən hər dəfə bir hərf deyəcəm və həmin hərflə söhbətə başlamaq lazımdır. Cümlə həmin hərflə başlamaq. Ü ilə ğı yoxdur da, ümidvaram. Ü var. Ğı yoxdur. Iğı ola bilər ki, olmasın, amma indi baxmadı. O zərbədən sonra olur da. Ya və yaxud da ki, nəsə demək istəyir, zərbədən yedən qalırsan belə içinə. Təbii ki, birinci Pərviz başlayır, çünki onun məhsulunu sən zay eləmirsən. Ona görə də A hərfi ilə buyur Pərviz. Allah sən neynədin Allah? Əla, belə və bu məqamda Mete bir düşünür, bir bankaya da toxunur və V hərfi ilə cavab verir ki, Valla qəsdən eləmədim. bağışda da, heç olmasa o da də. Bağışlayasan gərəyəmə olur. Və belə məqamda Pərviz D hərfi ilə, D hərfi ilə yenə də nəsə deyir. Dəlisən sən, hərəkətlərə fikir ver də. Düz deyir də. Zamanın qatığını sındırırsan. Və M hərfi ilə indi Mete cavab verməlidir. N hərfi. Niyə dərhal təhqirə keçirsən? Bir dayan da, izah edirəm axı vəziyyəti sənə. Hə, izah elə, hə. İndi mənim maraqlısı onu necə izah eləyəcəksən? Bir qəsdən eləmədim də, yəni okey, toxunmuşam, sındırmışam. Nə deyib, haqqını ödəyərəm də, olmaz? Yaxşı. Pərviz belə vəziyyətdə M hərfi ilə deyir ki, Mənlik deyir qaqaş, pulunu sən verəcəksən, çıxart hamısını ver. artıqlaması Nəyi var? Bankələrdə pulu var. Yoxsa artıq söhbət olacaq burada. Hə. Oy. Və Mete belə olan vəziyyətdə bir balaca düşünür və dərhalda O hərfi ilə deyir ki, O müzakirə elədik də bayaq, yəni ki, verirəm. Başqa bir pretenziyan yoxdursa, yəni mən pulumu ödəyim, gedim. Olar elə bir şey. Pərviz Y hərfi ilə dərhal deyir. Yox, qaqaş, o da alınmayacaqdır. Mete belə olan vəziyyətdə S hərfi ilə deyir ki, Sən daha gəl bir dəfəlik döy, mən çıxım gedim də onda. bankələrin əvəzi məndən çıxır. Mete artıq belə bir vəziyyətdə ölməyə də hazırdır və Pərviz də Ş hərfi ilə cavab verir. Düzdür, Meteni gülmək tutur, amma bilir ki, vəziyyəti ağırdır və onu da G hərfi ilə deyir ki, Gəl bir səni necə eləyək? Bir dənə şalvar da alam sənin üçün. Süpürgəçi də çağırıram, buranı xadimə çağırıram. Buranı təmizləyir. Bankalara nə xərci dəyibsə, yəni nə ziyan dəyibsə, onu da ödəyirəm. Yəni görürəm üzündən belə idmançıya oxşursan. Yəni bu söhbəti o biri tərəfə aparmayaq. Yəni mənim də dünya çempionu zat belə dostlarım var, yəni çağıra bilərəm, problem deyil. Başqa cür söhbət eləmək istəsənsə. Pərviz belə olan vəziyyətdə R hərfi ilə son cümləni deyib məsələni bağlayır. Razılaşdım qaqaş, olar, daha sənsən. Əla. Pərviz Mete də çox asın. Pərviz deyir qatı qaradır. Hə. Mete deyir ki, yox, ağdır. Hə. Pərviz sənə tərəf saxlayırdı. Amma hər bir halda Mete də bundan sonra qatıq sındıra bilər.
Pərviz üçün də mənə elə gəlir ki, problem deyil ki, Yəni- yeni bir biznes açsın. Bəli. Qəti. Nəysə, hər halda Mətə, sözdə maşallah pərgərsən, hiss olundu artıq. Ona görə də bir dənə də İrfan səndən Bu eşidik. dəfə səslə, sözlə yox, səs adlı mahnı ilə. Yaxşı. Ses, uzaqdan gələn səs, qəmli bir nalə gələr itişən. Eğer bir gün itirsen gücünü ya da hiç neye kalmasa dözümün, düşünme ki her şey itirilip möhkem möhkem sen yum gözünü. Özünü en sevilen adam hesap ele. Bak gör onda problemler nece çözülür. Her birimizin ipi tez tez üzülür. Gerek biz yattan çıkarmayak düzünü ki bizim hayatımızda var birler. Hansı ki hiç vaxt itirilmirlər. Bu kadar karma karışıklığın içinde onlar terpedilmez ve silinmezdirler. Əvəz edilmez şeyler hele de var. Bizi dayandırmağa çalışanlar. Biz seve seve edirik yola davam. O var ve bizi aparır qabağa. O istəkdir, o arzudur, həyat eşqilə hər an doludur. Min insan, nalə üsyan, denəsən sən, anlamazsan. O istəkdir, o arzudur, həyat eşqilə hər an doludur. Min insan, nalə üsyan, anlamazsan. Bu dərdimə nərdi sənə heç yoxdur güman. Əsas ürəyin səsini eşitməkdir. Qalan hər şey zamanla düzəlir. Vaxtında işlətdiyin xoş söz əvəz edəcək yardımçı yüzəli. Əməyi itirmək insan xisləti. Pisi tez görmək hər kəsin adəti. İstək isə yox edə bilir pis hər şeyi. Əslində hər şey çox sadədir. Bax nə edir, bax sevgi nə edir. Bax indi kimsən, bax əvvəl nə idin. Hər saniyənin öz hökmü var və bil səni dəyişə bilən yalnız sevgidir. Aç əlini iki yana, çək havanı sinənə. Qaçırma bu anı olmayacaq bir də. Amma bil ki onu görmək istəsən sən, rastına çıxacaq o hər yerdə. O ümiddir, o gümandır, onsuz olmaq nə yamandır. Həyat heç vaxt olmur asan, denəsən sən, anlamazsan. O ümiddir, o gümandır, onsuz olmaq nə yamandır. Həyat heç vaxt olmur asan, anlamazsan. Bu dərdimə nərdi sənə heç yoxdur güman. Yox. Minnətdaram. Çox sağ ol. Buyur. Əlavələrim var. Mən demək bir şey qeyd edim ki, mən özüm az öncə sən qeyd elədin. Fövqəladə Hallar Nazirliyinin əməkdaşıyam və buradan da Fövqəladə Hallar Nazirliyinin hamısına, hər kəsə öz salamlarımı çatdırıram. Və bir də mən salamım var dostlarıma. Mən buradan əziz dostum, qardaşım Səməd müəllimə öz salamımı çatdırıram. Və eləcə də Rövşən müəllimə, Rövşən Eybova öz salamlarımı çatdırıram. Və mənim döyüş libasımı hazırlayan Fəxrəddin Quliyevə yəni öz təşəkkürümü bildirirəm, yəni həmişə yəni dəstək. Mən minnətdaram bu gün studiyamıza gələcək. Dünya çempionu Pərviz Abdullayev və peşəkar reper. Sizdə dünya çempionatı yoxdur da. Promete bu gün bizim studiyamızdır. Hə, Azərbaycan yox. Yəni bir dəqiqə orada artıq aləmi bir-birinə vura bilərsən çünki redaktorlarımız da bir də çox güldür et. Eyni komandadılar məncə, əslində eyni komanda. Olmaz indi. Aləm bir də gördün dəydi. Hər şey ola bilər. Nəysə. Minnətdaram gəldiyinizə görə. Allah can sağlığı versin hər ikiyizə. Uğurlar hər bir işinizdə. Təşəkkürlər, Buyurun. sağ olun. Hüseynə mənim də ikimizin birdən bir minnətdarlığımız var. Azadlıq prospekti 125-də
Kübar Butik salonuna Və şəxsən- minnətdarlığımızı bildiririk ki, Xəqaniyə. Xəqaniyə həmrəng eləyib bizi bu günlərin Həmrəng hər eləyib, ikimizi də belə necə maraqlı belə kostyumlar ərgiyib. Babək də amma saçımıza həm rəng eləməsin, amma nəsə eləyib. Yox, saçımız da həm rəngdir, həm forma deyil. Hə, həm forma deyil. Hə, saqqalımız da həm saqqaldır. Amma həm forma deyil. Amma yox, baxmadan var da hər ikimizdə də. Hələ var. Nəysə. Belə, gecəniz xeyrə qalsın. Salamat qalın, əsas odur.